İnşallah. Selamünaleyküm ya. Allah rahmet eylesin. Allahümme salli ala Muhammedin ve ala ali Muhammed. Subhanallah yamma yüşrikun. Allahu halikul varil musavvir lehul esma'ul husna. Yusebbihu lehu ma fis semavati vel ard. Ve huvel azizul hakim. Sadakallahul azim. Subhane rabbike rabbil izzati amma yasifun. İlahi amin. Elhamdülillah. Ya Mevlana inneke entet-tevvabur اللهم اجعل القرآن زينا في الكريم وفي القبر المصطفى السلامة من كل اسم والغنيمة من كل بر والفوز بالجنة والنجاة من النار رحم الله من عدل الفاتحة. Her vaxtınız xeyir olsun. Hörmətli ziyarətçilər, Allah Teala ziyaretinizi kabul eləsin. Allah Teala şəhid bağlarımızı cənnətində eləsin. Biz her gün bu ziyarətgahdayıq. Dünən də böyük bir tədbirimiz geçti. Bugün de hemen böyük tədbiri devam edirik. Çünkü biz bu bağlarımızın yanında her gün olmalıyıq, her dəqiqə, her saat, her an olmalıyıq. Ona göre de sizden bir xahişim var, həmişəki olduğu kimi xahişim. Bir de gəlib sükutla bütün şəhidlərimizin xatirəsini yad edək, sonra tədbirimizi devam etdirək. Çok sağ olun, Allah rahmet eylesin. Her birine teşekkür ederim. Hürmetli cemaat, bir defa bu sözü dedim. Günleri Qazan balamızın az günüdür. O özü cennette öz az gününü dostlarıyla, yoldaşlarıyla, silahdaşlarıyla geçirdir. Şen geçirdir, hoşbaht geçirdir ki biz üzü ağır, bizim arkada kalan valideynlerimizin de üzü ağırdır, başları uzadır. Ona göre de Allah Teala bütün bu cemaattan razı olsun. Allah her birinizden razı olsun, hürmetli cemaat. Siz büyük kuvvetsiz, siz büyük şerefsiz, siz büyük insansınız. Ona göre de ben sizin her birinizde bir aksakalınız olarak teşekkür ederim. Diyen kimi her bir vakti hazırsınız, diyen kimi her bir vakti yanımızdasınız ve şehit bağlarımızın yanındasınız.
Ben bir defa bu söz dedim. Dedim ki Ağacanın babasıyam. Tüm şehitlerin babasıyam. Ağacanın babasıyam. Bir de Yekan'ın İldeniz'in oğlunun bir nefer Medirci Aksakal. Niye ayrı sesini koysan? Ay tövbe. Elimde sığmaz. Buradan tuttu gitti Zöhrab'a kadar. Oradan Sabir'den geçti geldi. Bütün şehit bağlarımız hamısı benim nevələrimdir. Hamısı benim şer göylerden geldi Meriç Çobanı Kurt Tepesi'nden ta Şerefine kadar. Allah Teala bunların atalarla analarını hemmişe hoşbaht etsin. Ya Rabbim ya Resulallah. Çünkü bu insanlar hoşbaht olmalı insanlardır. Bu bağlarımız, bunların bağları yok. Bu bağlarımız bizim her birimizin gururumuzdur. Ay bir söz işlenir. Boğazdan yukarı söz. Olabilirsin böyle söz olabilir. Bunu Allah bilir. Yanmışam karşınızda. Buradan böyle danışanda bütün əzələrim hamısı dəbərir. Ürəyimdən tuttu takip edir ciğerime kadar ki. O kadar istedim ben balarımı. Allah'a and olsun. Yüzüm kıbliyədir. 4 defa oğlanlarım ben için kurorta gitmek için şey alıp tofka alıp 10 manat kaz vermişim. Başlarından mən etmeliş havaydı. Demişim yo. Benim tofkam da, kurortum da, marızım da bulardı. Ona göre de Allah'a şükür sağlamam bunların dışında Allah'ın her birini sağlam eləsin. Hürmetli cemaat. Allah son yine deyirəm, ne kadar danışsam doymuram sizden. And olsun Allah'a. Allah sizin her birinizi hoşbaht eləsin. Ben istəyirəm her biriniz hoşbaht olasınız. Ben de sizin yanınızda döşünüzde gedim. Hoşbahtlıqla Allah'a şükür. Beləliklə ilk söz Cöhüm bələn, bu Cöhüm bələn. Çok sağ olun, çok sağ olun. Şəhid ataların salamlayıram, anaların salamlayıram. Uzaqdan yaxından gələn qonaqları salamlayıram. Çox sağ olun ki, bu günləri Zakir qardaşımın ailəsini tək qoymadınız. Onun dərdinə şərik oldum bu günləri. Ağadan balamızın mövlududur bugün. Dəyişilməz ad günüdür. Allah məkanını cənnət eləsin. Allah şəhadətini qəbul eləsin. Allah onlardan razı olsun. Bütün şəhid balalarımızdan razı olsun ki, bizim yüzümüzü ağ eləyirlər onlar. Allah qazilərimizə şəfa versin. Allah veteranlarımıza can sağlığı versin ki, gediblər, döyüşüblər. Xalqımızdan ötürü gediblər, qazi olublar, əzaların yarısını veriblər. O da bizdən ötürü. Şəhidlərimiz düşünmədən canlarından keçdilər bizdən ötürü. Allah ruhunu şad eləsin, cəmi şəhidlərimizin, Allah ailələrinə səbir versin. Evlad itkisi çox ağır bir itkidir. İki alim bir-birinə sual verib ki, birinin evladı demə, dünyasını dəyişibmiş. Sual verir ki, dünyanın ən ağır dərdi nə dərdidir? Deyib ki, evlad dərdidir. Evlad dərdi ağır dərddir. Mən heç bir valideynə arzu eləmərəm ki, evladı ilə sınava çəkilsin. Çox sağ olun, dinlədiyinizə görə. Bizə bu Sübhan qardaşım deyir ki, bizə bu sözü balalarımız verir, həqiqətən də düz deyir. Mən belə balalar böyüdmüşük ki, onlar bizi dünyada tanıdırlar, bəli. Evlad da böyüdəndə gərək elə evlad böyüdəsən ki, o evlad dünyasını dəyişənlərə, keçən keçmişlərinə rəhmət oxutulsun. Valideynlərinə rəhmət oxutulsun. Elə evlad böyütmək lazımdır. Qorxmaq lazımdır ki, evlad gedəcək vətəndən ötürü şəhid olacaq, xalqdan. Şəhidlik dərəcələri hacımız Allah canını sağ eləsin, elmli hacımız, elminə Allah bərəkət versin. O da dəfələrlə deyir ki, şəhidlik dərəcələrləndir. Yəni, insan haqqına görə mübarizə aparırsa, sonuna qədər, qanuna qədər o elə şəhid dərəcəsinə yüksəlir. Amma ən üstün dərəcə balalarımızın dərəcəsidir. Allah onlardan yenə də deyirəm, milyon dəfə razı olsun. Bizim bilirsiniz ki, əsrlər boyu bizim torpaqlarımız işğal altındaydı. Xalqımız başqa xalqların yanında baş aşağı idi. Həqiqətən də Rusiyada o başqa xalqlar bizə belə yuxarıdan aşağı baxırdılar ki, sizin torpağınız, anız, bacınız əsrlikdə torpağınız işğal altında.
Siz nətər yaşayırsınız? Belə xalq olar, belə necə yaşayırsınız siz? Sabir 2018-də getdi Efes yarışmasına birinci yer tutdular orada Sabircil. Orada bizə baxırdılar, dedilər ki, çox da birinci yer tutmusunuz, amma sizin torpağınız işğal altındadır, ana bacınız əsirlikdədir. Pis vəziyyətə düşdüydü. Uşaqlar Sabir, Nurlan heç biri tədbirlərə getmirdilər məktəbdə. Nə Novruz şənliyinə, nə Yeni şənliyə, anaları göndərə bilmirdi. Deyir ki, bizə nə yaraşır, deyir, biz tədbirə gedək. Bizim ana bacımız əsirlikdə, torpağımız işğalda, bizə yaraşmır. Mən özüm birinci Qarabağda döyüşmüşəm ki, Süphan döyüşüb. Birinci şəhidlərimizin 70%-i birinci Qarabağ qazilərinin, veteranlarının evlatlarıdır, çoxsu. Müəllim evlatları da var, yəni müəllim hər şey birinci ailədən başlayır, sonra məktəbdən başlayır. Mən özüm müəllim işləyirəm 26 ildir. Yəni 26 il az bir müddət deyildi, yəni bir igidin ömrüdür deyək. Mən 45 dəqiqə dərs saatında mən hər 5 ildən bir 12 şagirdim olub. 45 dəqiqə dərs keçmişəm o şagirdlə, onun 10 dəqiqəsini ayırmışam. Onunla bir ata bala kimi, bir əmi bala kimi, çox da müəllimiyəm, onunla görüşmüşəm, yəni ona nəsihət vermişəm, yol göstərmişəm, istiqamət vermişəm. Yəni, müəllim adı da böyük bir addır, böyük bir şərəfdir, molla adı da böyük bir şərəfdir. Yəni, birbaşa bu adlar Allaha məxsusdur, o ada dəyər vermək lazımdır, o ada qiymət vermək lazımdır, həqiqətən də, sözün əsl mənasında. Vaxtınızı aldım, çox sağ olun, Allah razı olsun hər birinizdən, təşəkkür edirəm. Yəni, şəhidlərimiz haqqında çox danışmaq olar, saatlarla, axşama qədər Allah'ın da olsun danışaram. Axşama qədər dayanmadan danışaram. Yormaq istəmirəm sizi, cəmaət də gəlib qonaqlarımız da var. Allah hər birindən razı olsun. Bütün şəhid atalarına Allah'tan, analarına Allah'tan səbir diləyirəm. Çox sağ olun. Allah Ağacan balamızın da ailəsinə səbir versin. Zakirin balalarına Allah şəfa versin, onlara kömək olsun. Seyid balamızı Allah xoşbəxt eləsin. Ondan inşallah bir evlat payı versin Zakir qardaşımıza. Adını da Ağacan qoyarlar inşallah. Allah səbir versin. Çox sağ olun. Təşəkkür edirəm. Doluğun, düzgün, halal çıxışınız üçün. Zakir mənə deyir ki, Ağsaqqal, varsan da hər şey deyirsən, bizdən də artıq deyirsən, məndən də yaxşı deyirsən, özün deyirsən, heç bir şey ehtiyac yoxdur. Nə lazımdır sənlik. Ona görə də yoldaşız danışan adam deyir, buna belədəm, balamdır. Hörmətli Bahar xanım, buyur. Mən də hər birinizi salamlayıram. Bugünkü gün Ağacan balamızın ad günüdür. Ad günü mübarək olsun bana. Allah Zakir qardaşıma, mən Aybəniz bacıma gönlücə səbir versin. Allah da gələn bugünkü gün ona evlad nəvə versin. O ağır acılı günlər həyatı yadından çıxarsın. Cəm şəhidlərimizin yeri cənnət olsun. Allah sizi böyüklükdən, saqqallığından əksik etsin. Təşəkkür edirəm. Hər biriniz var olun. Nə yaxşı ki varsınız. Bugünkü günlər Zakir qardaşımın, Aybəniz bacımın yanındasınız. Çox sağ olun. Təşəkkür edirəm. Çox sağ olun. Olar o günəş gələr yeni gün, açılar bu xalqın düşdüyü düyün, qoyular üstünə çələngi gülün. Mən də sənə bu müjdəni gətirdim, doğum günün mübarək ey şəhidim. Düşmən çəkə bilmir, ağırdır daşım, quruyub qalmayıb gözümdə yaşım. Məğrurdur əyilməz heç zaman başım, rahat yad, ölməz gedim. Doğum günün mübarək ey şəhidim. Görüşünə gəlmişəm. Bilmirəm, ağlayım, susum, dur öpüm baş daşından, bağrıma basım səni. Görüşünə gəlmişəm, qəlbinə su səpəcəm, gözünə qurban ey şəhidim. Gətir o silah tutan əlini öpəcəm, öpəcəm tarix yazan igidliyindən sənin, öpəcəm o müqəddəs şəhidliyindən sənin. Necə gözəl baxırsan, gözünə qurban şəhid, Şuşaya doğru gedən izinə qurban şəhid. Sən getdin,
Bir səssiz ulduz kimi axıb getdin göylərə. Torpaq səni bağrına bastı. Bayraq səninlə bircə ucaldı zirvələrə. Anan ağladı, amma göz yaşına qürur qarışdı. Çünki sənin adın zəfər yazıldı. Qəhrəman ruhunla tarix danışdı. Ey şəhid, sənin ayaq izindən qələbəyə yol oldu. Hər güllə səsində, hər dua içində sən varsan. Hər an, hər dəqiqə, daim. Əllərinlə tutdun səmanı, qanını qarışdırdın torpağa, vətən dedin, ölümə gülümsədin, qorxmadın, durmadın, susmadın. Və biz sənin bu qanla yazılan qələbənə, biz sənsiz, amma səninlə bircə qələbəyə gedirik. Çox sağ olun. Təşəkkür edirəm hər birinizə. Sizi hazırlayan müəllimiyə öz aşaqqalıq təşəkkürümü bildirirəm. Babək müəllim gəldi sizinlə. Hardadır Babək müəllim? Müəllim olsanız sizinlə gələn müəllimə. Yaxın gəlin. Çox sağ olsun rəhbərlik, Babək müəllim və eyni zamanda siz. Mən uşaqlara sinif verilirdi. Siz bilirsiniz ki, Ağacan, Zöhrab, 6 Şamaxı, 6 sayılı tam orta məktəbinin məzunudur. Tələbəsi olmuş, Şagirdal varan. Orada uşaqlara sinif verilirdi. Hörmətli Rıza müəllimin də oğluna, Orxana da sinif verildi, hamıya verilir. Orada Rıza müəllim söz verir, ona görə yada sallam. Rıza müəllim dedi ki, uşaqlar bax, vaxt var idi, bunlar da sizin kimi partada oturmuşdu. Onlar bilmirdi ki, qəhrəman olacaqlar, yiğit olacaqlar, torpaq alacaqlar. Bu boyda ölkənin, bu boyda insanın, bu boyda millətin, bu boyda xalqın yağı düşmandan, yağı insanlardan qısa müddətdə torpaq almaq bu bağlarımıza nəsib oldu. Hər birinizə təşəkkür edirəm. Müəllimə buyur bir neçə kəlmə. Biz bura Ağacan məktəbimizin şəhid olan Cəbrayılov Ağacanın mövlud günə yığışmışıq. Mən də Ağacanın müəllimi kimi dərs demişəm Ağacana. Müəllimi kimi o deyə bilərəm ki, Ağacan həmişə sayılıb seçilən, tərbiyəsi ilə, öz qabiliyyəti ilə seçilən şagirdlərimizdən biri olub. Hətta lisey dövrlərində o liseyə daxil olandan sonra məktəbimizə tez-tez gəlirdi, bizi yad eləyirdi, müəllimlərinə həmişə hörmətlə yanaşıb. Ümumiyyətlə, Ağacan tək müəllimlərinin deyil, bütün məktəb kollektivinin həmişə rəğbətini qazanmışdı. Və onu da deyə bilərəm ki, mövludu mübarək olsun. Təşəkkür edirəm. Ona görə sizi mən qabağa saldım ki, müəllimə. Dünən burada uşağın biri bizdən kənar bir şəhid ataları, hörmətli şəhid anaları. Bugün görürsünüz yenə də ətrafımızda izdihamdır, insanlardır, qonaqlardır. Bax, dünən Şamaxı da Azərbaycanda sayılıb seçilən kolleclərdən bir Həlmə xanım bir dəqiqə. Sayılıb seçilən kolleclər dünən də burada mənim yanımda olurlar, bugün də mənim yanımdadılar. Həlmə xanım bugün buradadır. Çox sağ olsun. Mən Həlmə xanıma sağ ol deyirəm, ona görə ki, əvvəl uzun müddət işləmişik bir yerdə, özü qədir bilən adamdır. Hər bir insana qiymət verəndir. O qiymətə görə mən də ona qiymət verirəm. Buyurun Həlmə xanım bir neçə kəlmə. Mən də Ağacan valideynlərinə dərin üzündən başsağlığı verirəm. Allah o dünyasını, onsuz da onlar cənnətlidir. Yəni onlar biz deməsək də cənnəti qazanırlar. Ağacan bizim kollecin tələbəsi olur. Ancaq bir şeyi etiraf edirəm ki, mən Ağacan hərbi xidmətdə könüllücüyüm. Mən onun əlindən 2 dəfə onun ərizəsini aldım, xahiş elədim ki, Ağacan, qutar sonra gedərsən. Dedi, yox gedirəm. Yəni o, Allah ona o yolu göstərdi. Bu şəhidlik zirvəsinə qalxmağı. Biz onunla fəxr edirik. Kollecimizdə onun adına sinif açmışıq. Yəni şəklini vurmuşuq. Tələbələrə onun igidliyi haqqında məlumat veririk. Allah ruhunu şad eləsin. Yəni, necə deyirlər, atasına, anasına səbir versin. Qalan balalarını qorusun. Yeri cənnət olsun. Çox sağ olun Həlmə xanım, qədir bilən adamsınız. Çox sağ olun. Bu cəmaat da bu qədər sizin qədrinizi bilir. Çox sağ olun. Çox sağ olun, təşəkkür edirəm. Söz, şəhid asası, Rıza müəllim buyur. Allah rəhmət olsun balamızda. Əksaka, bizə icazə Buyurun. verirsiniz də məktəbdə tədbir var. Buyurun, şu da var. Təşəkkür edirəm, çox sağ olun. Sağ olun. Sağ olun. 44 günlük müharibə, vətən müharibəsində Buyurun. Azərbaycanın mən dəfələrlə deyirəm, 2783 şəhid oldu. Şamaxdan 43 şəhid oldu. O şəhidlərdən birinin bugün doğum günüdür. Bu Cəbrayılov Ağacan Zakir oldu. Bilirsiniz, vətən müharibəsi Azərbaycanın qəhrəmanlıq sərnaməsidir. Bu sərnamanı yazanlar vaxtlı şəhidlərdir, veteranlardır, qazilərdir. Azərbaycan Silahlı Qüvvələrinin bir neçə qoşunları var.
Hərbi Hava Qüvvələri, Quru Qoşunları, Hərbi Dəniz Qüvvələri, Daxili İşlər Nazirinin qoşunları və Sərhəd qoşunları. Ancaq bu xiyabanda yeganə şəhiddir ki, Ağacan Hərbi Hava Qüvvələrinə məxsus şəhiddir. Mən Ağacanın hərbi hissəsinin komandirliyindən o qədər razıyam ki, yeganə şəhiddir ki, dəfələrlə hərbi hissənin nümayəndələri, bölük komandiri dəfələrlə gəlib Ramazan bayramında, Qurban bayramında, digər tədbirlərdə iştirak edib. Mən öz minnətlərimi bildirmişəm ki, öz rəhbərimizə çatdırır. Bəli, bu müharibədə bu müharibədə Azərbaycan dünya hərb tarixində bir çox yeniliklər elədi. Bu yeniliklərdən bu saat dünyanın müxtəlif ölkələrində istifadə edirlər. Birincisi, quru qoşunlarının xüsusi təyinatları, Şuşa əməliyyatı. O sıldırım qayalıqdan keçdi. İkincisi, Suqoşanın azad olunmasında boru kəmərlərindən istifadə edildilər, su borularından, düşmənin arxasına keçmək. Bu saat Rusiyada, Ukrayna müharibəsində bizim taktikadan istifadə olunur. Və ən nəhayəti, hərbi hava qüvvələrinin elədiyi taktikadan bu saat dünya hərbi məktəblərində istifadə edirlər. Bizimkilər ermənilərin, elə deyək ki, zenit artilleriya bölmələrin yeri tapmaqdır, an-2 təyərləri tutdular. Ermənilər onları vurandan sonra bizimkilər onun yerini müəyyənləşdirdilər və bizim müxtəlif paroplarla, pualarla, müxtəlif artilleriya vasitəsilə vurdular. Bu müharibədə bizim uşaqlarımız, bizim hərbi rəhbərliyimiz elə igidlik göstərirdi ki, bu dünya durduqca yaşayacaqdır. Mən bir şəhid atası kimi öz oğluma nə münasibət bəsləyirəm ki, bütün şəhidlərə, hamısı mənim balamdır, hamısı mənim qardaşım oğludur. Bir daha bildirirəm ki, Azərbaycan xalqı durduqca bu şəhidlərin xatirəsi onların ürəyində daimi yaşayacaqdır. Allah şəhidləri rəhmət eləsin. Çox sağ olun Rıza müəllim. Təşəkkür edirəm dolğun düzgün halal çıxımınız üçün. Nəcimə xanım, Ağacanın anasının yanında durmuşsan. Buyur. Şəhid anası. Allah şəhid ailələrinə səbir versin. Allah sizə səbir versin. İnşallah sizin İnşallah. Ağsaqqal, Allah sizdən razı olsun. Təşəkkür Allah edirəm. sizi böyüklükdən əskik eləməsin. Hər bizə Nə təşəkkür qədər edirəm. biz varıq, siz varsınız, bizim yanımıza böyüklük ola kimi olduğu kimi İnşallah. qalacaqsınız inşallah. İnşallah. Allah sizləri var eləsin. Təşəkkür edirəm hər birinizə. Çox sağ olun. Şəhid atası. Natiq müəllim buyur. Xahiş edirəm sıx deyənək, yanaşı deyənək aralanmayaq bir-birimizə. Çox sağ olun. Mən də bütün ziyarət işləyirəm sizlərə, hamınızı salamlayıram. Ağacan balamızın məkanı cənnət, məqamı ucaq olsun. Zakir qardaşıma, yoldaşıza Allah səbir versin. Onlar Ağacan Şahmurad Humanitar Kollecinin məzunlarıdır. Onlar yeni yerdə dərs alıblar. Ona görə də Allah onların timsalında bütün şəhidlərimizin Allah məkanlarını cənnət eləsin, məqamlarını uca eləsin. Rıza müəllim qeyd elədi. Bunlar hər kəsənin özünə məxsus bir nətər deyəm, Yolu var. yol, qəhrəmanlığı var, döyüş taktikasında uğurları var. Ona görə də indi zaman keçdikcə dövlətimizdə indi 5-ci ildir ki, qələbədən 5-ci ilin yaşayırıq. Müəyyən tədbirlərdə zətdə hamısını biz zaman indi orada gedən quruculuq işləri ilə hamısını biz qəbul edirik ki, doğrudan da torpaqlarımız azad olunub, ərazi bütövlüyümüz təmin olunub, məhz bu şəhidlərimizin sayəsində. Allah bir daha onların məqamlarını uca eləsin, məkanlarını cənnət eləsin, onların timsalında bütün şəhidlərimizin yerləri cənnət olsun. Amin. Sağ olun, var olun ki, dövlətimiz, dövlətçiliyimiz bu günləri qələbə əzmin yaşayır. Allah hamımızdan razı olsun, biz şəhid valideynlərinə də səbir versin, dövlətçiliyimiz var olsun. Amin. Sağ olun. Gözəl məkanlar, bizə gəlib ziyarət edirik, Allah gəlməyini nəsib eləsin. Şəhidləri ümumiyyətlə, bütün şəhidləri ziyarət eləmək lazımdır. Onlar bizim qürur mənbəyimizdir. Ağacan balamız kimi oğlanların sayəsində bütöv Azərbaycan oldu. Bütöv Azərbaycanda quruculuq işlərçidir, xarici güzəranlar yaxşılaşır. Bunlarda ən çox əziyyət olan şəhidlərimizdir, döyüşən oğlanlarımızdır, bu torpağı qoruyan oğlanlarımızdır.
şəhidçi uca zirvədir. Bizlərə nəsib olmalı, gəlib bizim balaca körpə balalarımıza nəsib olur. Şəhidlik ən böyük zirvədir. Bizim kasıbların çatacağı ən böyük zirvədir. Çünki nə qədər oxusun, mayor olarsan, polkovnik olarsan, böyük vəzifədə işləyə bilərsən müəyyən qədər, amma şəhid olmaq hər adama nəsib olur. Allah yerini cənnət eləsin, valideynlərə səbir versin, Allah ordumuzu qorusun, ordumuzu qorusun. Bu üçrəli bayraqdan ötürü bizim balalarımız canım verib, o bayraqlarımız bütün Azərbaycanda heç vaxt enməsin, həmişə uzaqlardan uca olsun. Allah köməkli olsun, Allah yerini. Teşekkür ederim. Şehit atası namaz buyur. Allah balamızın məkanı cənnət olsun, zəşir olsun, Allah səhvimiz olsun. Məkanı cənnət olsun, cəmi şəhidlərimizin. Allah sizlərdən də xəsəklər razı olsun. Teşekkür ederim. Çok sağ olun. Həmcə yanınızda olsun. İnşallah öyle de olacak inşallah. Teşekkür ederim. Şehit atası. Buyur. Galip. Çok sağ olun. Ben de bütün ziyaretçilerini salamlayıram. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Amin. Məkanları cənnət, məqamları uca olsun. Valideynlərinə səbir versin inşallah. Lakin qardaş, Allah Ağacan balamızın cənnətdəki mövlüdü mübarək versin. Allah məkanın cənnət, məqamını uca eləsin. Bugünkü gündə torpaqlarımızı qoruyan Allah əskərlərimizə, ordumuza zaval verməsin, ordumuzu qorusun. Dövlətimizi, dövlətçiliyimizi qorusun. Allah hamımızdan razı olsun. Allah rəhmət eləsin. Çok sağ olun. Səbir versin. Teşekkür ederim. Şehit atası. İmran müəllim durmuşsan yanımda buyur. Hər birinizin sabahınız xeyir olsun. Abatın xeyir. Hər birinizi salamlayıram. Mənim dəyərli şəhid ataları, mənim başladım olan şəhid anaları və şəhid sevərlər. Allah hər birinizdən razı olsun. Biz dünən də bu gözəl məkandaydı o. Bizim baş tacımız olan, qürur yerimiz olan şəhidlərimizin uyduğu bir gözəl xiyabandır. Allah hər birinin yerini cənnət eləsin. Biz valideynlərə Allah bol düzgün versin. Allah Teala bundan belə heç bir atananı evlad sınağına çəkməsin. Amin. Heç bir atana evlad ağrısına ömür sürməsin. Bugünkü də Zakir qardaşıma, onun həyat yoldaşına Allah'tan bol gözüm arzulayıram. Allah gözəl balamızın yeri cənnət olsun deyirəm qardaş. Allah o balığıza xeyir versin. Nənə baba olasınız. Nənə baba olmayanlara nə arzulayıram. Çox sağ olun hər biriniz. Allah bütün şəhidlərimizin yeri cənnət eləsin. Qazilərimizi, veteranlarımızı qorusun. Allah ordumuza can sağlıq verin. Çox sağ olun hər biriniz. Teşekkür ederim. Çok sağ ol. Fay müəllim. Mənim ağrıyla aşağı geçiyor. Tevfik müəllim buyur. Zakir qardaş, Allah olan yerin cənnət eləsin. Məqamı uca olsun. Cəmi şəhidlərimizin yeri cənnət. Bugün olsun, evində olur, balığın balasını alasan qucağına, nə böyük. Amin. Hər şey başqa cür olacaq. İnşallah olacağı da Allah. Çok sağ olun hörmətli cəmaatım. Bu dualar yaxşı dualardır. Dua yaxşı şeydir. Ağzında dua deyirsən. Ona göre de bizim aksakallarımız deyip ki həmişə hər ağızda bir dua var. Şimdi olmur onun ağzındaki dua ara çatacak, o birisinkini arasın. Ama her ne olandan sonra dua duadır. Vahid müəllim hardasan yaxınlaş mənə. Salamlayıram. Onlara səbir diləyirəm. Əlbəttə ki, dünən müəyyən səbəblərdən mən tədbirimizdə iştirak edə bilməmişəm. Yalçın qardaşımızın, Ziyad qardaşımızın və Yasir qardaşımızın anım mərasimində iştirak edə bilməmişəm. Bu da üzrə bir səbəbdir. Dünən bilənlər bilir ki, mən Şamaxı giriş dairədən məlum səbəbdən geri qayıtmışam. Həqiqətən belədir. Buradan onların da valideynlərinə salamını çatdırıram və onların övladlarına da Allah'tan rəhmət diləyirəm. Allah onların yerini cənnət eləsin. Bizim 2020-ci ildə məlum prezidentimizin məlum qərarı ilə irəli komandası verildi. 30 ildə əsarətdə olan torpaqlarımız 44 günlükdə bu qəhrəman oğullarımızın sayəsində işğaldan azad olundu. Mən hər dəfə şəhidlərimizin məzarını ziyarət edəndə diqqətini çəkən bir məqam olur. Hər yeni övladlarımızın, şəhidlərimizin yanında 1-ci Qarabağ şəhidlərinin məzarıdır.
artıq bu onu göstərir ki, 1-ci Qarabağ şəhidinin qalan öcünü 2-ci Qarabağ döyüşündə olan bu qəhrəman övladlarımız aldılar və onların da ruhunu şad elədilər. Bu danılmazdır, çünki mən kim də bilməsə burada döyüşçü şəhid valideynləri də var, ən azından ki, oğlunun hansı şəraitdə döyüşdüyün, hansı şəraitdə bu qəhrəmanlıqları əldə etdiyi, bu torpaqları azad elədiyi, o döyüşdə olan şəhid valideynlərinə də məlumdur. Özləri məsələn bu 2-ci Qarabağ döyüşündə döyüşdə olmasa belə, onlara məlumdur ki, bunlar hansı proseslərdən keçiblər. Və bu günləri həqiqətən biz bütün dünyada ordumuzla öyünürük, qəhrəman oğullarımızla öyünürük. Azərbaycan ordusu 2020-ci ildə elə bir tarixə imza atdı ki, dünyada misli görünməyən bir qəhrəmanlıq, bir şücaət göstərdilər. 44 günlükdə 20% torpağı azad etdilər və hətta mən deyərdim ki, ondan artığına da nail olmuşdular. İrəli getmişdilər və Ali Başkomandanın Dur komandası ilə ordumuz durdu və sərhədlərimiz tamamlandı, bütövləndi. Antiterror şəhidlərimiz həmçinin Allah onları da rəhmət eləsin. Qalan müəyyən hissəndə onlar tamamladılar. Allah onların da valideynlərinə səbir versin. Və demək olar ki, Azərbaycan ordusu, Azərbaycan oğulları qəhrəmanlıq möhrün vurdular. 2020-ci ildə dünyada misli görünməyən bir qəhrəmanlıq oldu. Allah sana. Gəldi ki, Ağacan balamıza, Allah onun ruhunu şad eləsin. Amin. Ağacan mənim xidmət elədiyim orduda xidmət edir. Məhvi xidmətdir. Yəni səliqəsinə görə, nizamına, intizamına görə həm də və mən SNG ordusundan belə gəlmişəm həmin xidmətdə 1-ci Qarabağ savaşına qədər. Olduqca məxfi bir orqandır, nizamlı bir orqandır. Yəni ordu müəyyən hissələrə bölünür. Amma bu orduların içində məxfi orqan. Bunların nə yeri, mənbəyi, mənşəyi bilirəm. Məndə döyüş bölgəsində indi hərbiçilərimiz bilir, hərbidə iştirak edənlərimiz bilir ki, onların yerləri müəyyən olunmasın. Çünki onlar otduğu yerdən, müəyyən olunduğu yerdən qarşı tərəfin bütün hərəkətlərin, istiqamətlərin sistem vasitəsilə görən bir orqanlar. Yəni hərbi bir qurum idilər. Mən Zakir qardaşıma Allahdan səbir verirəm. Çok sağ olun. Və bayaq ağsaqqalımız gözəl bir söz dedi ki, hər ağızda bir dua var. İnşallah bizim hamımızın duamız Allah qarşısında qəbul olunsun. Amin. Ağacanımızın adını daşıyan ona bir nəvə qismət eləsin. Amin. O günü biz qeyd edirik. İnşallah. Allah hər birinizdən razı olsun. İnşallah. Çok sağ olun. Hürmetli Vahid müəllim, teşekkür ederim. Çok sağ olun. Bu günlerim Ağacan balamızın timsalında Buyur. bu günlerim Ağacan balamızın timsalında Allah cəm şəhidlərimizin ruhunu şad eləsin. Allah sizləri də var eləsin ki, icra hakimiyyəti Tahir müəllimlər sağ olsun ki, sizləri güzel dəstək edirlər ki, insanları əbədi yaşadırlar. Ha biliyorum. Allah yerlərin cənnətin etsin. Zakir qardaş, Allah sənə də səbri versin. Çok sağ ol kardeş. Çox sağ ol Ağacan. Teşekkür ederim. Çok sağ ol. Gülteci hanım. Çoktan da danışmışsınız. Öyle ya girip çağırırım Allah kim olup kardeşimi. Buyurun. Şeyden nasıl? Tədbir iştirakçıları, rayon nümayəndələri, ağsaqqalımız, Allah hamımızdan razı olsun. Amin. Çok sağ olun. Teşekkür ederim. Bugünlərin, bugün Ağacan balamızın ad günüdür. Allah cəmi şəhidlərin ruhunu şad eləsin. Allah qardaşıma, bacıma səbir versin. Biz şəhid valideynləri bir də pis gün görkəzməsin. Gələn il bu vaxtı inşallah hamı bu ad günündə hamının arzusudur ki, Ağacan balamızın adını daşıyan bu ailəyə bir nəvə qismət olsun. Allah köməyiniz olsun. Allah şəhidlərimizin ruhunu şad eləsin. Amin. Çok sağ olun. Teşekkür ederim her birinize. Her birinize Allah var eləsin. Her birinizin Allah Teala işini avan diləsin. Hürmetli bayram. Şəhid atası, yakınlaş mənə. Sağ olun. Allah sizə səbir versin. Teşekkür ederim her birinize. Allah Ağacan balamızın timsalında bütün şəhidlər. Amin. Zakir qardaş, Allah səbir versin. Allah səbir versin. Çok sağ olun.
Xan baba, dünən də yayında göylə demişən gözümdən bər gəl. Şəhid atası. Kardeş, Allah səbri versin. Allah Ağacan balamızın timsalında bütün şəhidlərimizə rəhmət eləsin. Amin. Məqamlarını uca eləsin. Ne diyeyim valla? Qalan balonlar. Elə dedilərim bəs Allah balanı saxlasın. Çox sağ ol, təşəkkür ederim hər birinizə. Gələn il bu başlayıb, oğlu olsun. Adın qoyar. Belə danışırsan, da nə deyirsən? Qurbanın kəsəri şehit ailələri. Nə gözəl dua oldu, ey rəhmətli. Amin. Çox sağ ol, hər birinizə təşəkkür ederim. Allah sizdən razı olsun. Ağzınızı açan dua edirsiniz. Allah sizdən razı olsun. Hörmətli cəmaət, əziz şəhid anaları, hörmətli şəhid ataları. Bundan gözəl nə olar? Allah'a şükür şəhidlər xiyabanıyıq, ziyarətliyiq, gözəl məkandayıq. Vallah cənnətdir bura, and olsun Allah, bura ziyarətdir. Bura cənnətdir. Neçə dəfə sizə məsəl çəkmişəm. Misal çəkmişəm, yenə də çəkirəm. Həmişə çəkəcəm. Mən Şəhid Baba gedəndə Qurbanqahdan dizdizi gedirəm, Şəhid Babanın kümməzinin qabağına qədər. Ay cəmaət, bura ziyarətdir, başda dönün. Bura ziyarətdir. Bax o plakandan düz Zöhrabla Sabirin yanına qədər dizi sürünmək lazımdır. Allah Teala hər birinizdən razı olsun. Allah Teala bütün şəhidləri cənnətində etsin. Allah bütün şəhid ataların, anaların, qalan bağlarından xeyir görsünlər. Ya Rabbim və Resulallah. Bu dua mütləq bilirəm ki, çatır hədəfinə Allah'a şükür. Gözəl duadır, ürəkdən gələn duadır. Hörmətli cəmaət, əziz Hacı Ələkbər, buyur. Ya gəl buraya bu tərəfini mənim yanıma gəl. Gəl orada dur. Gəl get bura. Hörmətli ziyarətçilər, yəni o gün də söhbət elədik. Ziyarət yəni görüş deməkdir. Görüş də olar dir adamla. Heç kim deyənməz ki, bunlar ölüdür. Bunu bizə Allah başa salır. Bizə Quran deyir, bunu bir söhbət olur. Və yenə Quranda var ki, o ne əstəcib lakum. Dua edin. Allah özü deyir ki, dua edin, qəbul edin. Allah istəyir ki, bir bəndənin məqamını uza eləsin. Deyir məndən istə. Yəni Quran buyuruyor. Allah özü deyir ki, dua elə. Və bu günlər istər-istəməz ağızlardan hər ağızda bir dua var. İnşallah hamısı da qəbul olar. Ona görə ki, bu məqam elə yerdir ki, dua da məkan istəyir. Hər məkanda olmur, hər vaxt olmur. Niyə görə məsələn, əzan vaxtı dua eləmək lazımdır, namaz üstə dua eləmək lazımdır. Bir də məkanlarda biri də budur. Mənim hacca getməyə imkanım yoxdur, gedib həcca ziyarət eləmirəm, oranı eləyirəm. Bax bu günə bizim hacımız da buradadır. Bəli, hacımız, şərbəl hamısı buradadır. Çünki biz unutsuq, biz də unudanlar. Şəhidimizə dəyər vermək, bizə Allah bizim boynumuza qoyur. Zakir qardaşım da bilirsiniz ki, necə deyim, öz insaniyyəti ilə, mərifəti ilə, hamımızın deyək ki, məsələn, hörmətini qazanıb, o bizim, deyərim ki, bir qardaşımızın birinə çevrilib. Və onun evladı da təbiidir ki, atasına oxşayır və onun kimi həm şüzayətlidir, həm də Arzu müəllim düz edir. Bu kollecdə oxuyanda hamı da təsdiq edir ki, onun həm mərifətin, elmi davranışın bu günə. Hətta gedib bu günləri bəli, vətən qarşısında borcunu yetirəndə orada fərqlənib. Bu insan elə əvvəldən, yəni istər məktəbdə, istər harada olsa fərqlənir və bu gün də orada fərqlənib və o yüksək biz istəsək ki, Allah bizi şəhid elə, Allah qismət eləmib. Amma görün ki, o ən uzaq məqamdır ki, o şəhadətə yetişib, Allah rəhmət eləsin, Allah ruhunu şad eləsin. Allah bizim dualarımızı onların ruhuna görə qəbul eləsin. Onların ruhları bizə duası olsun ki, bizim dualarımız qəbul olsun Allah yanında. İnşallah mətbəxtı çox tutmur. Cəm oludur dostlar bugün bir yerə. Cəm oludur dostlar bugün bir yerə. Bugün şəhidimin doğum günüdür. Mələklər də inib səmadan yerə. Bugün şəhidimin doğum günüdür. Cənnətə sakinsiniz siz hər biriniz. Şəhidlik məqamını uca bildiniz. Heç vaxt unutmarıq şəhidlər biz. Bugün şəhidimin doğum günüdür. Bu doğma vətənin qədrini bilənlər, düşmənin bağrını yaran ərənlər, ruhuna dualar edər gələnlər. Bugün şəhidimin doğum günüdür. Bir dəmir yumruq tək birləşdi hamı. Ali baş komandan seçdik ilhamı. Bizə çox yaraşır zəfər bayramı. Bugün şəhidimin doğum günüdür. Ələkbər borcludur daim sizlərə. Deyir əmanətdir vətən bizlərə. Baxışlar tuşlanıb məsum gözlərə. Bugün şəhidimin anım günüdür. Bugün Ağazanın doğum günüdür. Allah ruhunu şad eləsin. Allah rəhmət eləsin. Çox sağ ol. Çox sağ ol. Əsəklər razı saldınız bundan. Sağ ol. Allah razı olsun. Çox sağ ol. Hər birə təşəkkür edirəm. Hörmətli cəmaət, əziz şəhid ataları, hörmətli şəhid anaları. Gözəl gündür, gözəl məkandır. Gözəl məkandır Allah'a şükür. Allah Teala hər birinizdən razı olsun. Bu günləri, bugün
Bizim o harasa gedirdi. Bilirəm. Yox, bilirəm. Darıxma, mən nə deyəcəm yaxşı bilirəm. Harasa işi vardı, təcil işi vardı, gedirdi Zakir. Sonra məndən soruşdu ki, bəs ad günü kimindir? Dedim, Zakirin, Ağacanın adınıdır, Zakirin oğlundan. Dedi, yox, o işləri saxlayacağım, mən burada iştirak etməliyəm. Hörmətli cəmaatımızın, elimizin elə hörmətli insanlarından biri olan, hər birimizin hörmətlisi, Hacı Sahil də buradadır. Şimdi danışmaqla çox araz yoxdur, indi o məclis salandı, indi Quran oxuyur, hər halda Quran oxuyur. Şəhid valideynləri, ataları, anaları qarşısında baş əyir. Çok Bizim burada hacı danışdı, iki hacılar danışdı. Quranda ayə var da bilirsiniz, Allah yanında ruzilənirlər. Aksakalımız gedir, Bəli. danışır, Bəli. deyir, Allah senden razı olsun. Allah sizdən razı olsun. Tamamdır. Gelip çıkmışsan. Buyur, söz sana veririm. Selamünaleyküm. Salamlayıram. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Yerlər cənnət olsun. Şəhid atalarına da, analarına da başsağlığı diləyirəm. Allah səbir versin. Allah bütün şəhidlərimizə rəhmət Çok çok, bu da kısmettir. Geldim çok. Hürmetli cemaat. Aziz şehit atalar, hürmetli şehit anaları. Ağacanın komandiri bu etraflardadır. Biz istiyoruz ki o gelsin. Ona göre biz onu böyle bu dəstəklə karşılamak istiyoruz ki gelsin. Zakir mənə məlumat verdi ki buradadır. Ona göre de biraz darıxmayaq. O gelsin. Güzel mekandayıq, güzel yerdəyik, güzel cənnətlik Allah'a şükür. Hürmetli cemaat. 6 yaşında uşaq məktəbə gedir. 6 yaşında uşağın əlindən tursan, aparırsan ki, tam məktəbə gedir. O gün olsun, Zakirin de ona... Cənnət anaların ayağının altındadır. Və şəhidlərimiz bilirsiniz ki, Allah yanında ruzilənirlər. Yəni cənnətdədirlər. Məkanları cənnət. Allah Taala'nın and verir öz zəti cəlalın xatirinə. O şəhid analarımız, atalarımız ki var ki, evlatların düzü itirməyirlər. Amma onların ki evlatları qalıb Allah Taala onlara qismət eləsin Amin. inşallah. Onların xeyir işində iştirak eləsinlər, bizlər də dəvət eləsinlər inşallah. Biz də onlarla Çox sağ ol, bağlı təşəkkür bir edirəm. yerdə iştirak eləyək. Zakirə də ki can sağlığı, həm özünə, həm ailəsinə Allah Taala Çox sağ ol, tezliklə bu təşəkkür ailəni edirəm. sevindirsin. Hörmətli cemaat, bilirsiniz ki, Cəlal müəllim düğünlər işi var idi, təcilli vacib gedəsi yeri vardı, məndən xahiş elədi. Zakirə də demişəm, o getdi, onun Şamaxıran bu şöbənin müdür müavini Agil müəllim mənim yanımdadır. O da bizimlə burada iştirak edib, buyursun. Çox sağ olun Arzan müəllim. Mən də Şamaxıran cəmiyyətinin başçısı Tahir müəllim adından hər birinizi salamlayıram. Allah Taala Ağacan qardaşımızın timsalında bütün şəhidlərimizə rəhmət eləsin. Məkanları cənnət, məqamlar daha da yüksələcək. Ailə üzvləri, yaxınlarına səbir dözün. Allah rəhmət eləsin. Təşəkkür edirəm. Hörmətli cemaat, bugün çox yaxşı məqamda, gözəl məqamda, bu gözəl məkana gəldi. Allah Taala ondan razı olsun. Mən sizin hər birinizi adımdan, şəxsən öz ağsaqqallıq adımdan komandirə öz təşəkkürümü bildirirəm. Ona çox sağ ol deyirəm. Onunla gələn, beraber gələn yoldaşa da sağ ol deyirəm. Və eyni zamanda sözü ona verirəm. Buyurun. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Həmçinin ağzına rəhmət eləsin. Mən indi hal-hazırda hərbi hava qüvvələrinin idarəsində xidmət eləməyimə baxmayaraq Ağacanın hərbi xidmət elədiyi hərbi hissədə xidmət eləmişim. Şəxsi hissə məlum olmuşam. Ağacan sədər dövlətinə, millətinə sədaqətli hərbi qulluqçu olub. Ağacan həmişə xidmətində fərqlənib. Ağacanın komandirlər də indi bu gün yoldadırlar, gəlirlər, gəlib çatdıra bilməzlər. Biz gözlüydük ki, hamımız bir yerdə gələk ziyarət edək. Gördük valideynlər buradadır, özümüz də gəldik, ziyarət edirik. Rəhbərliyin adından da, rəhbərlik də özünüzə başsağlığı verir. Bütün şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Biz şəhidlərimizlə fəxr edirik və şəhidlərimizin qarşısında baş əyirik. Çok sağ olun, teşekkür ederim. Zəhmət şəhid gəldiyiniz üçün hər birinizə. Söz avan olsun deyirəm.